Qəbzlik bir çox insanın yaşadığı problemdir. Çox vaxt həkimə gedirsən, deyir ki, lifli qida ye, bol su iç, piyada gəz, işlədici dərman at. Açığı bəlkə də həkim haqlıdır. Düşünür ki, mən indi bağırsaq florası desəm, pasiyent başa düşməyəcək. Amma mən bunu sizə biraz loru dildə izah eləyəcəm. Bağırsaqlarımızın içində trilyonlarla bakteriyalar var. Bunların bir hissəsi faydalıdır, bir hissəsi isə zərərli. Normalda bunlar balansda olur. Faydalı bakteriyalar az olanda isə problem bax onda başlayır. Stres, nizamsız qidalanma, az hərəkət, tez-tez antibiotik istifadəsi bu faydalı bakteriyaları azaldır. Faydalı bakteriyalar azalanda zərərli bakteriyalar çoxalır, bağırsaq yavaşlayır, nəcisin keçidi çətinləşir, köp olur, ağırlıq olur, qəbizlik başlayır. İşlədici dərmanlar içəndə müvəqqəti açılır, amma səbəb aradan qalxmır. Burada əsas məsələ budur. Faydalı bakteriyanı vermək tək başına bəzən kifayət eləmir. Probiotik dediyimiz şey faydalı bakteriyalardır. Yəni sən bağırsağa birbaşa yaxşı bakteriya göndərirsən, amma məsələ bununla bitmir. O bakteriyaların bağırsaqda qalması, çoxalması və işləməsi üçün yeməyə ehtiyacları var. O yemək də prebiotiklərdir. Yəni biri bakteriyaların özüdür, biri onun qidasıdır. Sən bu bakteriyanı verib yeməyini verməsən, o da çox yaşamayacaq. Ona görə də probiotiklə prebiotik birlikdə olanda daha yaxşıdır. Faydalı bakteriyalar artdıqca bağırsağın içində vəziyyət düzəlir. Hərəkət yavaş-yavaş normallaşır, köp və ağırlıq azalır. Simbiotik plus bu məntiqə əsaslanır. Tərkibində həm faydalı bakteriyalar var, həm də onların işləməsinə kömək edən qida əlavəsi var, yəni prebiotiklər var. Bağırsağı zorlamır, asılılıq yaratmır. Məqsədi bir dəfə açmaq yox, bağırsağın özünün normal işləməsinə kömək etməkdir. Gündə cəmi bir kapsul kifayətdir. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.